Məlum olduğu kimi, Kars Bələdiyyə başçısı Professor Doktor Ötükən Sengir vəzifəyə gəldiyi gündən bəri təxminən 2 ildir ki, bələdiyyəyə məxsus rəsmi xidməti avtomobili olmadığı üçün şəxsi avtomobilini xidməti avtomobil kimi istifadə edirdi. Bu vəziyyəti öyrənən Azərbaycanın Karsdakı baş konsulu Zamin Əliyev Kars Bələdiyyəsinə mənalı bir jest edib. Bildirilib ki, Azərbaycan Respublikasının Karsdakı baş konsulluğuna məxsus 2013-cü il istehsalı olan Mercedes markalı avtomobil, konsulluq üçün yeni avtomobil alındıqdan sonra Kars Bələdiyyəsinə hədiyyə edilib. Bu jestin iki qardaş ölkə arasındakı dostluq və həmrəyliyin güclü göstəricisi olduğu vurğulanıb. Kars Bələdiyyə başçısı Professor Doktor Ötükən Sengir göstərilən dəstəkdən böyük məmnunluq duyduqlarını bildirərək Azərbaycanın Karsdakı baş konsulu Zamin Əliyevə təşəkkür edib. Sengir qeyd edib ki, Əliyev bu jesti edərkən belə deyib: "Biz qardaşıq, canımız da, malımız da bir-birimizə halaldır. Maddi və mənəvi hər cür çətinlikdə bir-birimizin yanında olmalıyıq." Bu sözlərlə qardaşlıq bağlarının bir daha vurğulandığını bildirib. Azərbaycanın Karsdakı baş konsulu Zamin Əliyev də açıqlamasında Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın hər zaman güclü olduğunu qeyd edərək belə deyib: "Kars bizim üçün çox dəyərli bir şəhərdir. Bu şəhərdə qardaşlığımızın, dostluğumuzun və ortaq tariximizin izləri var. Biz bunu bir hədiyyə deyil, qardaş köməyi kimi görürük. Azərbaycan ilə Türkiyə arasındakı iki dövlət, tək millət anlayışına uyğun olaraq həm yaxşı gündə, həm də çətin gündə bir-birimizin yanında olmaq bizim üçün bir vəzifədir." Başqan Sengir həmçinin bildirib ki, hədiyyə edilən avtomobilin bələdiyyəyə verilməsi prosesində bütün zəruri hüquqi prosedurlar yerinə yetirilib. Sengir vurğulayıb ki, Azərbaycan ilə Türkiyə arasındakı güclü qardaşlıq bağları Kars şəhərində hər zaman hiss olunur və bu mənalı dəstək şəhər ilə iki ölkə arasındakı qardaşlığın konkret göstəricisidir.